Masazırda qanunsuz fəaliyyət göstərən quş kəsimi sexi aşkarlanıb. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Belə ki, Abşeron rayonu Masazır qəsəbəsi Əliağa Vahid küçəsində yerləşən fiziki şəxs Hacıyev Vüqar Füzuli oğluna məxsus quş kəsimi sexində yoxlama aparılıb. Agentliyin əməkdaşlarının apardığı baxış zamanı müəssisədə sanitar, gigiyenik və baytarlıq tələblərinə əməl edilmədən ev quşlarının kəsildiyi müəyyən edilib. Həmçinin kəsilmiş toyuqların baytarlıq ekspertizasından keçirilmədən satışa çıxarıldığı aşkarlanıb. Bax elə narahat edici məqam da budur. Ekspertizadan keçirilmədən satışa verilən bu toyuqlar hansı marketlərdə, hansı ticarət məntəqələrində satışa çıxarılıb? Bu toyuqlar yalnız Masazır qəsəbəsi ərazisində satılıb ya satış arealı daha geniş olub? Yerli sakinlər çox güman ki, marketlərdə sadə sellofan paketlərdə qablaşdırılmış markasız toyuqlardan alıblar. Yaxud da dəfələrlə qəsəbə ərazisindəki restoranlarda toyuq yeməkləri və kebabları sifariş ediblər. İndi peşman sakinlər ən azından belə natəmiz məhsulların haraya paylandığını bilməlidirlər ki, ona görə tədbirlərini alsınlar. Məsələ ilə bağlı akta ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, müəssisənin fəaliyyətinin dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib. Rəhbəri barəsində isə inzibati protokol tərtib olunub. Məhsullardan nümunələr götürülərək laboratoriyada müayinələrə cəlb edilib. Toyuqların kəsimi və toyuq məhsullarının dövriyyəsi qadağan edilib. Məhsullar ərazidən kənarlaşdırılaraq saxlanıca verilib. Heç bir uçuş aparmır. Bax, istənilən marketi götürək də, həmin marketə nə qədər məhsul daxil olur. Adam kimdən toyuğu qəbul edib, kimə satır, kimə göndərir. Yalnız elə ki, qanunsuz olaraq kəsim kimi belə də xidmət göstərir. Kim gətirir toyuğunu kəsir, kim 10 dənə kəsir, kim 100 dənə kəsir. Qeydiyyat aparılmadığı üçün izləmə sistemində yoxdur. Belə çıxır ki, sözü gedən toyuqların hansı marketlərdə satışa çıxarılması barədə məlumatları ya sexin sahibi Hacıyev Vüqar xüsusi sirkimi saxlayır, ya da Qida Təhlükəsizliyi Agentliyinə bilərəkdən təqdim etmir. Şəfiqə Şəfa, Sadiq Məmmədov, Bizim Media.